Meteoroloji proqnozlara əsasən qarşıdakı günlərdə ölkəmizin bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir. Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar. Qəfil manevrlardan və kəskin əyləclərdən çəkinsinlər. Yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər. Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar, deyə qurumdan bildirilib. Piyadalara isə tövsiyə edirik ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər. Qarşıdan gələn nəqliyyat vasitəsinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər. Qaranlıq və görünüşün məhdud olduğu yerlərdə daha diqqətli davransınlar. Unutmayaq ki, çətin hava şəraitində atılan hər bir düzgün addım bir həyatın qorunmasına kömək edir. Xatırladaq ki, Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı, yollarda təhlükəsizliyi təmin etməyi tövsiyə edib.